Sizin investisiya portfeliniz, pensiya hesabınız heç fərqində olmadan böyük bir risklə üz-üzədir. Və bu risk okeanın o tayından, Yaponiyadan gəlir. Hal-hazırda Amerikanın borcunun ən böyük xarici sahibi olan Yaponiya elə bir maliyyə böhranı ilə qarşılaşıb ki, onun dalğaları birbaşa sizin cibinizə qədər gəlib çata bilər. Bu sual əslində birbaşa sizə aiddir. Çünki bu, sadəcə uzaq bir ölkədə baş verən iqtisadi bir problem deyil, xeyr, bu, sizin maliyyə gələcəyinizə təsir edə biləcək bir domino effektinin bəlkə də ilk daşıdır. Baxın, bu rəqəm hər şeyi izah edir. 1,2 trilyon dollar. Məhz bu qədər ABŞ dövlət borcunu Yaponiya saxlayır. Bu, iki ölkə arasındakı maliyyə bağının nə qədər dərin olduğunun sübutudur. İndi bir anlıq təsəvvür edin ki, bu nəhəng pul kütləsi qəflədən bazara axmağa başlayar. Bunun nəticələri sadəcə böyük olmazdı. Sözün əsl mənasında zəlzələ effekti yaradardı. Yaxşı, bəs Yaponiya bu vəziyyətə necə gəlib çıxdı? Gəlin hekayanın birinci hissəsinə keçək. Yaponiyanın 10 illiklərdir davam edən iqtisadi siyasəti sanki inanılmaz bir sehrbazlıq nömrəsinə bənzəyir. Yaponiyanın borc probleminin miqyasını anlamaq üçün bu rəqəmlərə baxmaq kifayətdir. Borcun ödəməyə nisbəti, yəni ölkənin bir ildə istehsal etdiyindən daha çox borcu olması. Yaponiyada bu rəqəm 234%'dir. Müqayisə üçün deyim ki, ABŞ-da bu rəqəm onsuz da yüksək sayılan 120%'dir. Yəni Yaponiya sözün əsl mənasıyla planetin ən borclu böyük iqtisadiyyatıdır. Hər şey 10 illiklər əvvəl başladı. 91-ci ildə Yaponiyada nəhəng bir iqtisadi köpük partladı və ölkə itirilmiş 10 illiklər adlanan düz 30 il davam edən bir durğunluq dövrünə girdi. Hökumət bununla mübarizə aparmaq üçün nə etdi? Davamlı olaraq borc götürüb xərclədi və eyni zamanda faiz dərəcələrini demək olar ki sıfırda, bəzənsə hətta mənfi səviyyədə saxladı. Bəli, mənfi faiz dərəcəsi. Qulağa çox absurd gəlir, elə deyilmi? Bunu təsəvvür etməyin ən asan yolu budur. Düşünün ki, bank sizə borc götürdüyünüz üçün üstündə pul ödəyir. Amma Yaponiyada 10 illiklərdir ki, reallıq məhz buydu. Yaxşı. Bəs bu sehirbazlığın arxasındakı mexanizm nə idi? Sir nə idi? Çox sadə. Yaponiyanın mərkəzi bankı, yəni Yaponiya bankı, öz hökumət istiqrazlarının ən böyük alıcısına çevrilmişdi. Onlar sözün əsl mənasında pul çap edir və bu pulla da öz borclarını alırdılar. Və budur hekayəmizin dönüş nöqtəsi. 10 illiklərdir davam edən bu qeyri-adi iqtisadi anomaliya artıq sona çatmaq üzrədir. Başqa sözlə sehir öz təsirini itirir. Böhranı tətikləyən konkret hadisə məhz bu oldu. Hökumət yeni bir xərcləmə paketi elan edir. Normalda bu, iqtisadiyyat üçün yaxşı xəbər olmalıydı, amma bu dəfə hər şey tam tərsinə oldu. Bazarın reaksiyası ani və çox sərt oldu. Faiz dərəcələri kəskin şəkildə yüksəldi. Baxın, bu sadəcə texniki bir detal deyil. Bu o deməkdir ki, investorlar Yaponiyanın öz borcunu ödəyə biləcəyinə dair inamını itirdi. Bütün sistemi olan güvən sarsıldı. Yaxşı, sehir bitdi. Domino daşları aşmağa başlayır. İndi nə olacaq? Bu sualda bizi Yaponiyadakı problemdən onun qlobal nəticələrinə aparır. Və indi gəldik Yaponiyanın böhranını dünyanın qalan hissəsinə bağlayan əsas mexanizmə. Buna maliyyə dünyasında carry trade deyilir. Gəlin əvvəlcə bu carry trade'in miqyasına baxaq, 20 trilyon dollar. Bu, bütün ABŞ iqtisadiyyatından daha böyük bir məbləğdir. Bu rəqəmin böyüklüyünü təsəvvür etmək belə çətindir. Gəlin bu strategiyanı çox sadə dildə izah edək. Yen carry trade nə deməkdir? Təsəvvür edin ki, siz Yaponiyadan, demək olar ki pulsuz, yəni 0%-lə Yapon yeni borc götürürsünüz. Və həmin pulu daha yüksək faiz gətirən bir yerə, məsələn, ABŞ dövlət istiqrazlarına yatırırsınız. Proses əslində çox sadədir. Addım 1. Yaponiyadan pulsuz borc alırsan. Addım 2. Onu dollara çevirib ABŞ istiqrazlarına yatırırsan. Addım 3. ABŞ hökumətindən deyək ki, 4-5% faiz alırsan. Və addım 4. Aradakı o fərq sizin təmiz demək olar ki, risksiz qazancınız olur. Maliyyə institutları 10 illərdir ki, bu sxemdən trilyonlarla dollar qazanıb. Və budur bütün sxemin çöktüyü an. Yaponiyada faizlər qalxanda o asan qazanc yolu bağlandı. Baxın, köhnə hesabla yeni hesab arasındakı fərq hər şeyi göstərir. Aradakı mənfəət demək olar ki, yox oldu. Bu isə unwind adlanan kütləvi ləğv etmə prosesini,
Yəni, hər kəsin tələsik bu mövqeləri bağlamağa çalışmasını başlatdı. Yaxşı, gəlin indi diqqətimizi birbaşa ABŞ iqtisadiyyatına və sizin üçün bunun nə demək olduğuna yönəldək. Çünki bu dalğalar artıq sahilə çatmaq üzrədir. Bu, iqtisadiyyatın ən sadə tələb və təklif qanunudur. Yaponiya kimi nəhəng bir oyunçu ABŞ istiqrazlarını kütləvi şəkildə satmağa başlayanda, bazarda satıcıların sayı alıcıları qat-qat istəliyir. Nəticədə nə baş verir? Əlbəttə ki, istiqrazların qiyməti kəskin düşür. Və bütün bu hekayənin bəlkə də ən vacib texniki detalı budur. Bunu mütləq yadda saxlamaq lazımdır. İstiqraz qiymətləri ilə faiz dərəcələri tərs mütənasibdir. Yəni, biri düşəndə, o biri qalxır. Yaponiya kütləvi satış edib qiymətləri aşağı salanda, bu, ABŞ-da faizləri avtomatik olaraq yuxarı qaldırır. Və bu birbaşa sizin həyatınıza, sizin cibinizə təsir edir. ABŞ hökumətinin borclanma faizləri qalxanda, bu hər şey üçün bir baza rolunu oynayır. Nəticədə sizin ipoteka kreditləriniz bahalaşır, avtomobil kreditləriniz bahalaşır, hətta kredit kartı borclarınızın faizi belə artır. Bu, bütün iqtisadiyyatı yavaşladan bir zəncirvari reaksiyadır. İndi siz düşünə bilərsiniz ki, yaxşı, amma mən bu mürəkkəb maliyyə oyununda iştirak etməmişəm. Təəssüf ki, bunun bir fərqi yoxdur. Sizin pensiya fondunuzun və ya investisiya portfelinizin sahib olduğu aktivlərə eyni zamanda nəhəng maliyyə qurumları da sahib idi və onlar bu oyunda idilər. İndi onlar satmaq məcburiyyətində qalanda, təəssüf ki, sizin də aktivləriniz onlarla birlikdə dəyər itirir. Yaxşı, bəs bütün bu yeni risklərlə dolu mühitdə necə hərəkət etmək olar? Gəlin bu araşdırmanı bəzi ümumi strateji düşüncələrlə yekunlaşdıraq. Gəlin 3 əsas sahəyə nəzər salaq. Birincisi, portfeliniz. Dollar aktivlərinə nə qədər bağlısınız? Bəlkə də başqa valyutalara, başqa bazarlara yönələrək diversifikasiya barədə düşünməyin vaxtıdır. İkincisi, şəxsi borcunuz. Əgər dəyişən faizli kreditləriniz varsa, faizlər daha da artmazdan əvvəl onları azaltmaq sizin üçün prioritet ola bilər. Nəhayət, səhmlər. Belə bir mühitdə güclü balansa malik və qiymət təyin etmə gücü olan şirkətlər, yəni qiyməti artırsa belə müştərilərinin almağı davam edəcəyi məhsulları satan şirkətlər daha dayanıqlı olur. Bu təhlili, bu düşündürücü sualla bitirmək istəyirəm. Yaponiyada başlayan bu hadisələr müasir maliyyə dünyasının həqiqətən də nə qədər bir-birinə bağlı olduğunun və bir yerdəki kiçik bir titrəyişin bütün sistemdə necə böyük dalğalanmalara səbəb ola biləcəyinin çox bariz bir nümunəsidir. Bu barədə düşünməyə həqiqətən də dəyər.